Salam dəyərli şagirdlər və abituriyentlər. Dövlət İmtahan Mərkəzi test topusuna izahlara davam edirik. Deməli, bugün artıq həmcüs üzvlərə başlayırıq. Əlavələri yekunlaşdırdıq. İlk olaraq həmcüs üzvlərlə bağlı bizə ümumiləşdirici söz və şəkilçilərin ixtisarı verilib. İndi onlarda aid testlərə baxacağıq. Bu tipli izahların tez-tez gəlməyini istəyiriksə, nə edirik? Abunə oluruq, paylaşırıq, bəyənirik, eləmi? Və videolardan anında xəbərdar olmaq üçün bildirişləri açıq tuturuq. İndi isə gəlin başlayaq suallarımızı görək nə istəyir bizdən. Deyir ki, ümumiləşdirici sözlə bağlı tire işarəsi işlənməlidir. Ümumiləşdirici söz nə zaman tire işarəsi işlənir? Əgər sonda işlənibsə, eləmi? Əvvəl işlənibsə qoşu nöqtədir, sonda işlənibsə tiredən ayrılır. Hamı, bütün dostların onun dediklərinə inanır. Burada tire olmaz, eləmi? Hər kəs qoşu nöqtə olacaq. İndi bizim regionlarda, yəni dağlıq zonalarda düzən ərazilərdə, dağdəy məskənlərdə bu əlavədir. Biz onu Fərhadı görəndə bu da əlavədir. Kərpizlər, daşlar, aletlər, hər şey. Görsən, hər şey. Ümumiləşdirici söz həmcins üzvlərdən sonra gəlib, deməli, burada tire işarəsindən istifadə olunacaq. Müharibədə hər cür adam, kişi, qadın, yaşlı, cavan iştirak edir. Nədir? Ümumiləşdirici söz hər cür adam. Nə edib? Əvvəl gəlib, kişi, qadın, yaşlı həmcins üzvlərdən əvvəl gəlib və qoşu nöqtə işarəsi qoyulacaq. B variantı. Ürəkdən atılmış bir addım, ürəkdən bağlanan ülfət, ürəkdən oxunan nəğmə, hamısı nədir? Ümumiləşdirici sözdür. Məhəbbət nişanəsi deyilmi? Hansı cümlə üzəridir? Kim? Nə? Mübtədadır da. Cavab olacaq C variantı. Məhəmməd, Ayxan və Nəzrini demək, ən sonuncu həmcins üzvə baxırsan, oradakı şəkilçiyə əsasən həmcins üzvlərdə hansı şəkilçi ixtisar olduğunu bilə bilirsən artıq. Demək, hal şəkilçisi Məhəmmədi, Ayxanı, Nəzrini kimi təsli hal şəkilçisi oldu. Mən pəhləvan olduğum üçün sənətim igidlərlə güləşmək, onların arxasını yerə vurmaq idi. Güləşmək idi, eləmi? Vurmaq idi. Demək, idi hissəci ixtisar olunub. Cavab 5-də olacaq C variantı. Sevinç həm sevinir, həm də kədərlənirdi. Bax, sevinirdi, kədərlənirdi. Bu nədir? İdi hissəcikdə. İrindiki zamanı D olur hissəcik. Cavab olacaq 6-da A variantı. Sonra hara getdim? Hara getdim? Əlavələrə qayıtdı. Yox. Bizə nə lazımdır? Ümumiləşdirici söz. Bunu möhkəmlədək, qaçmasın ora bura. Demək, cümlənin birində ümumiləşdirici söz işlənmişdir. Hər tərəfdən gül, çiçək, ətri gəlirdi. Kənd, meşə, bax, hər tərəf nədir? Ümumiləşdirici söz. Cavab olacaq B variantı. Kənd, meşə, dərə, 3 dənə həmcins söz verib, onlara aid ümumi bir söz verib. Kişinin namusu 3 şeydir. Xəbər də burada artıq xəbərə aiddir. Dırdan görürəm ki, bu xəbərə aiddir. Səidə, İlham və İlqarı Ayda gilə çağırdılar. Səidə, İlhamı və İlqarı kimi görsən tamamlıqdır və hal şəkilçisi ixtisar olunub. Təhsil hal şəkilçisi ilə 9 olacaq B variantı. Sonra 10. Uşağı müalicə etdirmək, ev tikdirmək, bütün bunlar məni çox düşündürür. Nə? Bütün bunlar nə? Uşağı müalicə etdirmək, ev tikdirmək, bu da nə oldu? Mübtədaya aid oldu. Həmcins üzvlü cümlələrdən birində ümumiləşdirici söz işlənmişdir. İndi hər şey, hər səs, bu da həmcins üzvlərdir. Dünya hər saadətin, hər xoş dəqiqənin burada da ümumiləşdirici söz yoxdur. Ümumiləşdirici söz belədir ki, uşaqlar 2 dənə, 3 dənə həmcins üzvü olur. Onların hamısına aid olan bir söz olmalıdır. Qarabağlıların heç bir məclisi qaravəlisiz, gülüşsüz, zarafatsız keçməz. Burada da ümumiləşdirici söz yoxdur. Hər şey, bu arada da bir də qoşu nöqtəsində qoyubdur. Səyədən axtarıram səni. D variantı. Demək, hansı həmcins üzvün şəkilçisi ixtisar edilmişdir? Bu nə ağız yandıran od, nə də baş sındıran daşdır. Oddur, daşdır. Eləmi? Xəbərində bu da. Hər axşam çağı biz klubun qabağında toplaşır, maraqlı söhbət edir, tar çalırıq, toplaşırıq. Eləmi? Söhbət edirik. Nədir? Şəxs şəkilçisi. Biz. Birinci şəxsin cəminin şəxs şəkilçisi. Onun üçün olacaq B variantı.
Hansı cümlə özünün həmcis olduğunu tapaq. Nizami, Nəsimi, Füzuli, Xətayini, eləmi kimi, olacaq tamamlıq, hal şəkilçisi də ixtisar olunub. Buradakı I şəkilçisini əsasən görürəm. Cavab oldu D variantı. Vətən mənim namusumdur, qeyrətimdir, şərəfimdir, şanımdır. Sondakı dıra görə mən bilirəm ki, bu xəbərlik şəkilçisidir. Eləmi? Yəni şəxs şəkilçisidir. Və cümlədə nədir? Xəbərdir də. Xəbər və şəxs şəkilçisi. Yəni xəbərlik şəkilçisi. A variantı. Təbii ki, ismi xəbərdə, yəni isimlə ifadə olunubdur. Feilin şəkilləri ilə ifadə olunsa, o feil xəbər olardı. Şəkər dayı həmişə kimi cəmaatı sakitliyə çağırır, qeyd dəftərini açır, baxırdı. Eləmi? D da demək ixtisar olunub, çağırırdı. İndiki zaman D da hissəcəkdir də. Artıq idi hissəci ixtisar olunub və zaman şəkilçisi var, xəbər şəkli. Deməli, bu da olub feili xəbər. Feili xəbər idi hissəci. 16-da C variantı. Dağların sinəsindən axan bulaqlar, zümrüd xalı döşənmiş yamaçlar, bulaqlar, yamaçlar, meşələr. Bunların hamısı da nədir? Ümumiləşdirici söz. Uşaqlar, baxın, dağların sinəsindən axan, sonra zümrüd xalı döşənmiş. Bunlar həmciz təyinlər deyil. Burada həmciz təyin var demək olmaz. Niyə görə? Çünki hər birisi fərqli bir üzvə aiddir. Bizə həmciz nədir? Sadalama olacaq və üçü də bir cümlə üzvünə aid olacaq. Bir üzvə aid olacaq. Onu izah edəcək. Burada görürəm ki, hər mübtədanın özünün şeyi var. Üzvü var. Və üç mübtəda da bir xəbər aiddir. Bir üzvə aiddir. Deməli, üç dənə mübtəda həmcins deyil. Təyinlər həmcins deyil. İndi burada nə demək istəyirdi bu? Bu başqa bir şey izah elədik biz. Həmcins üzvlərə aiddir. Ümumiləşdirici söz hansı həmcins üzvlərə aiddir? Hə. Mübtəda da kim? Bunların hamısı nə? Bulaqlar, meşələr. Mübtəda. Demək, insan həyatı 3 gündən, dünən, bugün, sabahdan, dünəndən ibarətdir. Elə bugündən ibarətdir. Çıxışlı xal şəkilçisidir. Buraxılmış şəkilçisi nə deyir? Cümləsində hansı söz əsasında? Sonuncu söz əsasında tapırsan da, yəni həmcis üzvlərdə sadalama var. Ən sonuncu şeyə əsasını tapırsan ki, burada hansı şəkilçi ixtisar olunub. Həmcis üzvlərdə ixtisar oluna bilməyən şəkilçiləri müəyyən. Demək, cəm olur, hal olur, mənsubiyyət olur, eləmi? Hal olacaq, mənsubiyyət olacaq, 4-dən 5-i çıxırsan. Məsələn, sonra nə qaldı çıxılası? Zaman şəkilçiləri ixtisar olunurmu? Olunmur. Təbii ki, şəxs şəkilçilərdə olur, eləmi? Bir də çıxdı. Qaldı ki, 3 aldı variant. Zaman şəkilçini ixtisarsan qalacaq belə göndərən. Hansı zamanda olduğunu necə biləcəksən? Birində həmcins zəifliklərdə daha çox şəkilçi ixtisar olunub. Kənd rayonu və şəhərlərimizi tamamlıqdır. Həm kitab tədə qələmlərimi tamamlıqdır. Zəiflik istəyir də səndən. Dağ, meşə və düzlərimizdə, eləmi? Larımızda 3 dənə şəkilçi ixtisar olunub. Belə. Bu sualda köhnə test topsda problem var idi. Onu dəyişiblər desən Atxan. Hansı cümlədə həmcins cümlə üzvləri iştirak etmişdir? Həyat həmişə ciddidir, lakin ona həmişə ciddi yanaşmaq olmaz. Cümlə üzvləri deyir, nə? Həmcins cümlə üzvləri iştirak etmişdir. Bir şey yoxdur həmcinslik burada. Çıx könlümdən əski dünya sondur. Bəzi adamlarda pul toplamaq hərisliyi yaranır və bu hərislik insanı pul nəsrinə çevirir. Burada da yoxdur həmcinslik. Qış çoxdan düşmüşdü. Ağaclarda isə hələ də xurmalar gözə dəyirdi. Nə xurmalar ikinci tərəfində özü mübtədası var, nəmi? Çırağın zərif şöləsi otağın güclə işıqlandırır. Otaqdakıların bir-birini görməsini çətinləşdirirdi. Hə, bax. Çətinləşdirirdi. Nə? Çırağın zərif şöləsi. İşıqlandırır. Nə? Çırağın zərif şöləsi. İki xəbər. Bir mübtədaya aiddir. Həmciz xəbərli sadə cümlə. Ümumiləşdirici sözdən əvvəl yəni olar da. Düzdür. Ümumiləşdirici sözdən qabaq yənidən işlənə bilər. Birində ara söz. Yekunlaşdırıcı söz bir sözlədir. Və burada bir sözdən görürsən. Yekunlaşdırıcı söz. Bir də deyir ki, özü üstə həmciz cümlənin ümumiləşdirilməsində iştirak etməmişdir.
Bir sözlə var, amma həmçinin sözlərin iştirak etməmiş. Niyə görə? Bax çəkilir nə yollar, tikilir nə binalar, salınır nə bağlar. Burada bu yekunlaşdırıcı söz tabesiz mürəkkəb cümlələrin ümumiləşməsində iştirak edib. Çünki burada heç bir cümlə üzrə həmcis deyil. Bax, yollar çəkilir, hərəsinin öz şeyi var da. Binalar tikilir, bağlar salınır. Biz demişik ki, həmcis olması üçün mütləq bir üzvə aid olmalıdır. Burada isə hərəsinin özü mübtədası var, hərəsinin özünün xəbəri var. Bu tabesiz mürəkkəb cümlələr topluluğudur. Yəni burada buna görə bir sözlə həmcis sözlərin ümumiləşməsində iştirak etməmişdir. Gəl baxaq da digər variantlara da. Rəiyyət, tacirlər və döyüşçülər əyanlar. Bax, rəiyyət, tacirlər, döyüşçülər, eləmi? Müəllimlər, məktəb rəhbərliyi, əlaqədar təşkilatlar. Burada bir sözlə var, görsən, həmcins sözlərin ümumiləşməsində iştirak edir. Mühəndislər, memarlar, fəhlələr, yüksək bal toplayan tələbələri, olimpiada qaliblərini, qabaqcıl müəllimləri, görsən, hamısında həmcins sözlər var. Hər iki baş üzv həmcinsdir deyir. Güləşçilərimiz qalib gəldilər, judoçularımız da uğurla çıxış etdilər. Hər iki tərəfin özünün mübtəda xəbəri var. Bunda əlaqəsi yoxdur. Son vaxtlar Azərbaycanda güləş də judoda xeyli inkişaf etmiş. Demək, inkişaf etmiş nə güləş, nə judo. Olar. Sevilə İdman onların birinə çevirmişdi. Çevrilmişdir nə güləş, nə judo. Bax, inkişaf etmiş və çevrilmiş güləş və judo. Hər iki mübtədaya aiddir, eləmi? İki xəbər, iki mübtəda aiddir. Həm həmciz mübtəda var, həm də həmciz xəbər var. Cavab olacaq B variantı. Hansı nümunədə həm baş, həm də ikinci dərəcəli cümlə üzvü həmcinsdir deyir. Geniş və səliqəli otaqda. Geniş və səliqəli təyinlər var, eləmi? Kitablar, dəftərlər, qələmlər sanki səssizliyin hekayəsini söyləyir. Nə kitablar, nə qələmlər. Elə həm tamamlığın, həm də daha doğrusu həm mübtədanın, həm də təyinin əlavəsi, həmcinsliyi var. Oje dilim qarışıq. Çox gecdən, saat neçədir? 12 olub. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Həmcins təyinlər işlənmişdir. Ağ köynək geyinmiş, qara qalstuq bağlamış. Hakim növbəti boksçuları gözləyirdi. Dedim, hansı hakim ağ köynək geyinmiş, qara qalstuq bağlamış. Həmcins təyinlər var. Bir düzdür. Onun ağıllı, düşüncəli baxışları qəlbimdə bu insana rəğbət hissi oyatdı. Demək, baxışları onun ağıllı, düşüncəli baxışları. Bir dəqiqə, onun yəlik baxışları mənsubiyyəti hamısı birlikdədir, bu əlaqəsi yoxdur. O yavaş-yavaş, lakin inad və inamla yuxarı dırmanmağa başladı. Nə tərzdə dırmanmağa başladı? İnad və inamla. Zəiflikdir bu da. Yalnız bir olur cavabıdır təmciz təyinlər bölməsində. Sonra bu tərəfə baxaq, həmciz tamamlıqlar. Onlar döyüş qaydalarını pozmadan dəyənəklərini, texnikalarını nəyi? Onlar təmciz tamamlıqlardır. Şimşəyin işığı limanı və körfəzi bir anlığa işıqlandırdı. Haranı? Bu da tamamlıqdır, eləmi? Oğlunun işlərinin yaxşı getməsi, hər şeyin qaydada olması nə? Mübtədadır. Nə olacaq? 1, 4, 5. 1, 4, 5. Həmcins üzvlər var. Kimi torpağı qazır, kimi su daşıyır, kimi kənarda durub izləyirdi. Hərəsinin özünün mübtədası var. Yəni kimi təkrarlansa belə hərəsində özünün mübtəda var deyə həmcins xəbərlər yoxdur burada. Başqa cümlə üzründə zaten həmcinslik yoxdur. Daş və kərpic əldən ələ keçir, xərəklər və əl arabaları dolub boşalırdı. Daş və kərpic məsələn burada həmcinsdir. Oğlan duruxub yan yörəsinə baxdı və birdən qaçmağa başladı. Kim baxdı, kim başladı qaçmağa? Oğlan. Əksi mübtədası 1-dir. Yəni həmcins xəbərli sadə cümlə. Həmcins üzv yoxdur deyir. İki buruq da alovlandı, onların uğursuzu mədən gözüsünə qarışdı. Burada da həmcins üzv yoxdur. O maşını saxlatdırıb aşağı düşdü, səndələyə buruğa qalxdı. Kim o? Aşağı düşdü. Kim o? Qalxdı kim o? Həmcins xəbərli sadə cümlədir. Bu da getdi. Cavab olacaq 2, 3 və 4. 28-də də yanlış fikirlər, eləmi?
Qadın o tərəf bu tərəfə yürüyən matroslara, yanğın dəstəsinin adamlarına, həmçinin tanıqlar var. Baxır, mədən gürültüsünü dinləyirdi kim? Qadın. Hər iki xəbər bir mübtədaya aiddir. Bu doğru fikir olur. Məndən yanlış desək üçün bir getdi. Dəniz dalğalanır, külək şiddətlə vıyıldayır. Hərəsinin özünün mübtədası və xəbər var. Bu tabii mürəkkəb cümlədir. Yanlışdır. Dənizi qurudub mədən salmaq, dənizdən neft çıxartmaq nə? Dənizi qurudub mədən salmaq, dənizdən neft çıxartmaq. Həmcins mübtədalar var. Düzdür. Onun sözlərində həm kədər, həm çətin duyula bilən inciklik var idi. Mübtəda, həmcins var, mübtədadır. 2 və 4. Beş də var burada. Məryəm kağızı dəftərin arasında gizlətdi və anasına sarı qaçdı. Kim? Məryəm. Həmcins xəbərli demək istəyir. Yəni ki, doğru fikirdəsən. Yanlış fikir istəyirdi. Getdim. İki müxtəlif cümlə üzrə həmcinsdir deyir. Bağlayıcı ilə əlaqələnmiş həmcins cümlə üzvü işlənmişdir. Onları gülərüzlü, həmçinin arıq bir qadın qarşıladı. Gülərüzlü və arıq. Həmcins təyinlər var, eləmi? Hörmətlə içəri dəvət etdi. Kim? Qadın. Kim? Qarşıladı, dəvət etdi. Kim? Həm həmcins xəbər var, həm də həmcins təyin var. İki müxtəlif cümlə üzrə həmcinsdir olar. Bağlayıcı ilə əlaqələnmişdir. Bağlayıcı ilə əlaqələnmiş həmcins cümlə üzvü işlənmişdir. Onu gülərüzlü, həmçinin arıq. Bəli, gülərüzlü, arıq. Həmçində bağlayıcıdan var. Bu bir uyğun gəldi. Müəllim onun doluqsunmuş gözlərinə baxıb gülümsədi. Demək gülümsədi kim müəllim? Nəvazişlə saçlarını sığal çəkdi kim müəllim? Burada bir dənədir həmcinslik. Xəbər. Çingiz cəld və qürurla başını tərpətdi. Cəld və qürurla. Eləmi? Sonra stolun üstünə qoymuş şəklə baxdı kim? Çingiz. Demək tərpətdi kim? Çingiz. Eləmi? Yox, o var burada. Üzr istəyirəm. O da var axı. O varsa artıq tabii mürəkkəb cümlə oldu. Həmcins xəbərlə söhbət gedə bilməz. Bir dənə cəld və qürurla qaldı. Və o olmasaydı burada artıq, onda həmcins xəbər də olmuş olardı. Aslan çamandanını və çantasını bu var və bağlayıcı ilə işlənib. Götürdü doğulduğu evə son dəfə nəzər saldı. Kim? Aslan. Götürdü Aslan, nəzər saldı Aslan. Həmcins xəbərlər və həmcins davamlıqlar. Bu da uyğun gəldi cavabımıza. Xoş sözünə, gülər üzünə ehtiyac duyurdu. Bunlarsız keçinə bilmirdi. Tərəfdəki adamın xoş sözünə, gülər üzünə ehtiyac duyurdu. Burada var, amma bağlayıcı yoxdur da. Bağlayıcı ilə əlaqələnmiş yoxdur. Həftədə bir iki dəfə bazara ya yumurta ya da qatıq gətirir. Daimi müştəri nəzər satar? Kim? O. Satardı, gətirər. Hər ikisi xəbər oya aiddir və burada bağlayıcı ilə bağlanıb. Ona görə cavabımız burada olacaq. 1, 4, 6. 30-cu sual deyir ki, sahibinə sədaqətli olan ev eşiyi qoruyan ittir. İttir nə? Sahibinə sədaqətli olan ev eşiyi qoruyan. Həmcins mübtəda var. Lakin həmişə pişiyi əzizləyirlər kim onlar. Bu et. Feili birləşmə ilə ifadə olmuş həmcins üzv. Bəli, tamamdır. Həmcins üzv feil sifətlə ifadə olunur. Düzdür. İsimlə ifadə olmuş həmcins tamamlıqlar yoxdur burada elə bir şey. Tamamlıq zat. İsmi birləşmə ilə ifadə olmuş həmcins təyinlər. Burada feili birləşmə ilə ifadə olunub. Və həmcins təyin yoxdur burada. İlk hissəsi ilə ifadə olmuş həmcins xəbərlər ittir. Demək, sahibinə sədaqətli olan, ev eşiyi qoruyan ittir. İlk hissəsi ilə ifadə olmuş həmcins xəbərlər yoxdur. İşlənməmişdir dedə elə. 4 də götürəcəm onda. Həmcins zərfliklər də işlənməyib. Eləmi? İsimlə ifadə olmuş həmcins mübtədalar da işlənməyib. Feil sifətlə ifadə olunub həmcins mübtədalar nə oldu ki? 1, 4, 5, 6 eləmi? 1, 4, 5, 6. Belə uşaqlar. Buradakı izahları yekunlaşdırdıq. Növbəti dərslərdə görüşərik. Bəyənməyi, paylaşmağı, abunə olmağı unutmayın.
Sualınız da varsa rəy bölməsinə yazın. Sağ olun, növbəti dərsdə görüşərik.